Sonra da bildirdiyim kimi çıxışlar davam edəcək. Məhz fərdi proqramda təsnifat mərhələsində. Ümumiyyətlə 3 gün davam edəcək yarışlarda biz bugün sırf təsnifat mərhələsinin çıxışlarını izləyəcəyik. Qeyd edim ki, bugün gimnastlar ayrı-ayrı alətlərdə mübarizə aparırlar. 4 alət üzrə 4 qrupda A, B, C və 4 qrup olmaqla gimnastlar fərdi proqram üzrə çıxış edirlər. Artıq sabahdan etibarən isə yenə fərdi proqramda təsnifatlar olmaqla yanaşı, biz həm də çox növçülükdə mükafatlandırılmanın şahidi olacağıq və ənənəvi olaraq qrup hərəkətlərinin də təsnifat yarışları keçiriləcək. Sabah və bugün də artıq son gün 19 apreldən etibarən isə artıq biz fərdi proqramlarda həm də qrup hərəkətlərində finalların və mükafatlandırmanın şahidi olacaq və indi ekranda gördüyünüz məsələ qeyd etdiyim kimidir, D qrupunun çıxışlarının ardıcıllığıdır və burada 19 gimnast ayrı-ayrı alətlər üzrə mübarizə aparacaq və biz Azərbaycan təmsilçisi Seyidzadə Kamilla bizim tanınmış, sevilən gimnastlarımızdan artıq dəfələrlə Kamilla müxtəlif turnirlərdə iştirak edib, mükafatlar qazanıb, təcrübəli gimnastlarımızdan da Kamilla və onun da bugün biz çıxışının şahidi olacağıq və qeyd etdiyim kimi həmçinin dünya şöhrətli gimnastlar da burada var. İtaliya təmsilçisi, Almaniya təmsilçisi, hansı ki onlar olimpiya oyunlarında iştirakçısıdırlar, mükafatçısıdırlar, dünya çempionatının, Avropa çempionatının mükafatçısıdırlar və bugün də digər gimnastlarla bərabər bu xalçadan Milli Gimnastika Arenasında onlar mübarizə aparacaqlar. Və D qrupunda isə ilk çıxış Rumıniya təmsilçisinə aid olacaq. Raut Bianca fasilə bitən kimi dərhal çıxışa onunla start veriləcək. Və mən fasilədən öncə qeyd etdim ki, burada dünya şöhrətli gimnast Rafaeli Safiya da var, həmçinin digər gimnastlarda qeyd etmək istəyirəm, tanınmış gimnastlardan. Ana Friçuk Taisya var, Ukrayna təmsilçisi, hansı ki onu da biz elə paytaxtımızda keçirilən yarışlarda dəfələrlə iştirakının şahidi olmuşuq. Qeyd etdiyim kimi Seyidzadə Kamilla, Azərbaycan təmsilçisi. Və Kipr təmsilçisi Vera Tugalakova Vera var, hansı ki onun da biz elə Milli Gimnastika Arenasında çıxışlarının zamanı çox möhtəşəm nəticələrinin şahidi olmuşuq. İddialı gimnastlardandır Vera. Kipr təmsil eləyir. Qeyd etdiyim kimi bu qrupda ən azı digər qruplar qədər rəqabət dolu keçəcək. Hazırsınızsa artıq başlayırıq. Dear friends, we continue with clubs and ribbon exercises of individual gymnasts in a Group D alternately. So, please welcome Bianca Rautu from Romania. Bəli, Bianca Rautu güclə çıxış üçün Rumıniya idmançısı dəvət olundu. Gəlin onun bu qrupda ilk çıxışını izləyək.
Rumıniya idmançısı Rautu Bianca güclə çıxışını yekunlaşdırdı. Orada bir məqam var idi. Gimnast ayağına əyərək bir döngü hərəkəti yerinə yetirdi. Çox gözəl görsənirdi. Xüsusilə o məqam yadımda qaldı. Və məncə ümumilikdə gimnastın çıxışı yaxşı idi, amma hər bir halda digər idmançılardan da çox şey asılıdır nəticələrə baxımından. Və Yunanistan təmsilçisi Anastasiya Maria lentlə çıxış üçün xalça üzərindədir. Bəli, Yunanistan idmançısı Anastasiya Maria lentlə öz çıxışını bitirdi. Və Bianca 25,150 balla qiymətləndirildi. Bu yaxşı nəticədir, amma çox yüksək biz ballar görürük ona görə. Hər 4 qrupda təbii ki sonda bilinəcək hansı gimnastlar digər mərhələyə keçir. İndi isə Türkiyə təmsilçisi Emir Hatice Gökçe güclə çıxış üçün xalça üzərindədir. Türkiyə iştirakçısı Gökçe əslində əvvəldə məncə daha yaxşı başlamışdı. Sonlara doğru sanki çıxışı biraz qarışdı gimnastın və gimnast ruhdan düşdü və xalçanı tərk edərkən də əslində bu məqam görsənir. Əslində gimnast xalçadan çıxana qədər o əhval-ruhiyyəsini saxlamalıdır. Artistizm gimnastikada biz qeyd etmişik bədiliyə çox önəmlidir, xüsusən buna görə ayrıca qiymət də verilir. Bianca isə 25,150 balla qiymətləndirilməsinə nəzərən məncə etiraz edib. Amma etirazını qəbul olunmuyor, çünki qiymət elə qiymətləndirmə eyni qalıb 25,150 xalla.
gimnastın çıxışı nəticələnib. İndi isə digər Yunanistan təmsilçisi Litra Panagiota lentlə çıxış üçün xalçadadır. Belə Yunanistan iştirakçısı Litra Panagiota lentlə çıxışını bitirdi. Sonda aləti səhv etmirəmsə itirməklə yanaşı xəttdən də kənara çıxdı. Və Maria 23,150 bala qiymətləndirildi. Belə qeyd etdiyim kimi yəni bu nəticə aşağı sayılır. Gökçə isə 25,750 bala qiymətləndirilib. Əslində normal nəticədir, sadəcə siz özünüz də şahidi oldunuz ki, digər qruplarda çox yüksək 28-27 tam nəticələri var idi, hansı ki, onları keçmək lazım olacaq. Çünki hər 4 qrupdan ən yüksək, yəni 4 qrupda ayrı-ayrı gimnastlar mübarizə aparırlar və bu 4 qrupda sonda ən yaxşı, ən yüksək bal toplanmış gimnastlar finalda çıxış edə biləcəklər. Yəni öz qrupunda belə gimnast yüksək nəticə toplasa belə, digər qruplardakı gimnastlar onu üstələsə, təbii ki, finala çıxa bilməyəcək gimnast. Çünki nəticələr yəni finala çıxış üçün nəticələr hər 4 qrup üzrə aparılır. Yəni 4 qrupun cəminə əsasən ən güclülər mübarizə aparmaq fürsəti əldə edəcəklər. Qırğızistan təmsilçisi Cahangirova Samira lentlə çıxış üçün xalçaya dəvət olunur.
Bəli, Cahangirova Samira Qırğızistan iştirakçısı lentlə çıxışını bitirdi. Və D qrupunun artıq 5-ci çıxışı idi. Burada da gimnastlar yenə digər qruplarda olduğu kimi lent və güclə çıxış edir. Yunanistan iştirakçısı Panagiota isə 22,700 balla qiymətləndirildi. Qeyd etdiyim kimi zəif bir çıxış idi və qiymətləndirilməsi də aşağı oldu gimnastın. Yaponiya idmançısı Okada Kaye güclə çıxış çox xalçadadır. Kaye, Yaponiya idmançısı güclə çıxışını bitirdi. Əslində dinamik bir çıxış idi. Gimnast özü də pozitiv idi çox xalça üzərində. Sadəcə təəssüf ki, bir neçə məqamda gürzü aləti itirdi gimnast. The next on the floor is Talia Enhayat from Syria. Bəlkə digər alətdə daha yaxşı çıxış edər. İndi isə Suriya təmsilçisi Enhayat Talia. Suriyalı gimnast hal-hazırda xalça üzərindədir. Bəli, Suriya idmançısı Talia iştirakını yekunlaşdırdı. Lentlə ola bilər ki, səhvlər edirdi gimnast, amma Suriyadan bədi gimnastın iştirak etməyə bu artıq özü bir maraqlı məqamdır. Next gymnast is Bildirdiyim kimi əvvəldə də from
Finland. Bəzi ölkələrdə idmanın bu növü yenidir, hələ inkişaf edir və bu cür turnirlər də onlar üçün çox əla bir fürsətdir. Onlar dünyanın şöhrətli gimnastları ilə eyni halçada mübarizə aparırlar, yeni təcrübələr qazanırlar. İndi isə Finlandiya iştirakçısı Kallio Liam çıxış edir. Finlandiya iştirakçısı Kallio Liam çıxışını bitirdi və indi siz onun iştirakından güclə təkrarları görürsünüz. Alina Harnasko, məncə bu gimnastı tanımayan yoxdur, çünki gimnast Tokyo Olimpiya oyunlarının bürünc medal mükafatçısı, dünya çempionu, Avropa çempionatının dəfələrlə medalçısı olub və dünya şöhrətli gimnast Harnasko Alina ayın təmsilçisi, amma əslində gimnast Belarusdur, Belarusiya iştirakçısıdır və bugün ayın ağbayraq altında öz ölkəsini təmsil edir. Bəli, biz Alina'dan əsrarəngiz bir çıxış izlədik, sakit notlarla. İndi isə ondan dərhal sonra biz hal-hazırda Taliyanın nəticəsini görürük, 18,300. İndi isə Azərbaycan təmsilçisi, əvvəldə də qeyd etdiyim kimi, Seyidzadə Kamilla artıq dəfələrlə beynəlxalq turnirlərin iştirakçısı olub. Mükafatlar qazanıb müxtəlif iri miqyaslı turnirlərdə. Bugün isə Dünya Kubokunda
Seyidzadə Kamilla ölkəmizi təmsil edir və hal-hazırda siz onun güclə çıxışını izləyirsiniz. Gimnastımıza uğurlar arzu edirik. Bəli, Seyidzadə Kamilla əsrarəngiz çıxışı ilə, güclərlə çıxışını yekunlaşdırdı. Musiqi seçimi, geyimi, rənglər, gimnastın artistizmi, o səhnədəki, xalçadakı o möhtəşəm, belə deyim, alovlu enerji hamısı vəhdət təşkil edirdi və çox gözəl bir, məncə, çıxışın şahidi olduq biz hal-hazırda. Təbriklər. Və ümid edirəm, inanıram ki, nəticə də gözəl olacaq. İndi isə elə geyimindən də artıq məncə başa düşdünüz. Braziliya iştirakçısı Domingos Barbara netlə çıxışını təqdim edir. Alô, alô, é a lei. Alô, torcida do Flamengo. Alô, alô, é a lei. Alô, torcida do Flamengo. Aquele abraço, meu caminho pelo mundo. Aquele abraço. Alô, moça da favela, aquele abraço, todo mundo tá por dela. Aquele abraço, todo mundo tá querendo. Aquele abraço. Bəli, Barbara, Domingos Barbara, Braziliya iştirakçısı lentlə çıxışını bitirdi. Çox gözəl və əyləncəli çıxışlardan biri də qeyd edə bilərdim. Geyimi, musiqi seçimi, o rəqsvari hərəkətləri, ekranda da onu görə bilirsiniz. Gimnast sanki gimnastika ilə yanaşı rəqs edirdi xalçada. Özlərinə məxsus onların dinamikası olur və bu dinamikanı məncə gimnast çox gözəl ötürdü izləyicilərə də. Təbii ki, bəzi məqamlarda səhvlər oldu, aləti itirdi, amma məncə ümumi götürəndə gözəl elementlərin də şahidi olduq. Xalçada ümumilikdə gimnast çox yaxşı görsənirdi. Və təbii ki, qeyd etdiyim kimi artistizm də ayrıca bir xal olduğuna görə məncə bu baxımdan gimnast əminəm ki, yüksək qiymətləndiriləcək.
Hər nə qədər texniki səhvlər olsa da, onlar artıq təbii ki, daha detallı hakimlər izləyərək qiymətlərini verəcəklər. Ənənəvi olaraq zövq aldığım çıxışlardan biri oldu. İndi isə daha bir iddialı, güclü, eyni zamanda məşhur gimnastlardan biri xalçaya dəvət olunacaq. Söhbət isə Ukrayna iştirakçısı Anafruchuk Taisya, dünya çempionatının bürünc medalçısı, eyni zamanda Avropa çempionu və müxtəlif beynəlxalq turnirlərin qalibi iştirakçısıdır. Güclü gimnastlardan biridir. Görək, lentlə necə bir çıxış sərgiləyəcək gimnast. Bəli, Ukrayna iştirakçısı Anafruchuk Taisya lentlə çıxışını bitirdi. Gözəl çıxışlardan biridir, çətin elementlərlə doluydu bu çıxışda. Və mən düşünürəm ki, yüksək qiymətləndiriləcək gimnast Alina Harnatska, Alina 22,300 balla qiymətləndirildi. Əslində, mən bu gimnastdan daha yaxşı bir nəticə gözləyirdim. Kamilla 24,700 balla qiymətləndirildi. Və indi isə Next gymnast, Viva Oduber, Aruba. Oduber Viva güclə çıxış üçün xalçaya dəvət olunub. Artıq bu qrupun biz 13-cü çıxışını izləyirik. Aruba iştirakçısıdır.
Bəli, Aruba iştirakçısı, qeyd edim ki, Aruba Niderland Krallığı tərkibində yerləşən ayrıca bir ölkədir, kiçik bir ölkədir və biz bugün həmin ölkənin gimnastının çıxışını izlədik. Barbara 26,850 bal əslində yaxşı bir nəticədir və xüsusilə qeyd edək ki, Braziliya üçün Taisia 29,100 balla qiymətləndirildi. Səhv etmirəmsə, hələ ki, ümumiyyətlə bütün çıxışlar, yəni bütün qruplardakı ən yüksək nəticədir. Taisia öz fərqini təbii ki, ortalığa qoydu, qeyd etdiyim kimi güclü bir gimnastdır. Və indi isə Özbəkistanın digər iştirakçısı İkramova təxminə lentlə çıxış üçün xalça üzərindədir. Özbəkistan iştirakçısı İkramova təxminənin çıxışını izlədiklərində qeyd edim ki, gimnastika sevərləri xüsusilə biləcək ki, təxminən artıq ölkəmizdə keçirilən dəfələrlə gimnastika, bədii gimnastika üzrə turnirlərdə iştirak etmiş gimnastdır. Yəni onun üçün bu xalça yad deyil, belə deyim. Və Viva'da 20,950 balla qiymətləndirildi. Aruba iştirakçısı, gimnastı. Səhv etmirəmsə, bu ölkədən ilk dəfədir gimnast qatılır yarışa, bədii gimnastika üzrə yarışa. Və möhtəşəm Rafaeli Sofia, hansı ki onun adına element var. Çünki ilk dəfə həmin hərəkəti, həmin elementi o icra edib və həmin element də onun adına uyğun həkk olunub tarixə, belə deyim. İndi çıxış edərkən gimnast həmin elementi görəcəksiniz və mən sizə bildirəcəm çıxışdan sonraki o hansı hərəkətdir.
Bəli, Olimpiya, Paris Olimpiya oyunlarının gümüş medal mükafatçısı, 6 qat dünya çempionu, həmçinin Avropa çempionu və digər turnirlərin medalçısı, xüsusilə Olimpiya iştirakçısı və medalçısı Pəncərə Tugalukova. Safiya güclə çıxışını bitirdi. O öz oxu ətrafında dönərək, ayağını qatlayaraq dönərək hərəkət icra edir. Baxın, o hərəkət ilk dəfə ona məxsus olub və onun adına da uyğun adlandırılıb və digər gimnastların dəstində çıxışında biz onu dəfələrlə görə bilirik. Məşhur elementdir, sevilən elementlərdəndir və olduqca icrası çətindir, belə deyim. İndi isə daha bir iddialı gimnast, Kipr iştirakçısı Tugalukova Vera xalça üzərindədir. Bəli, Vera, Tugalukova Vera, hansı ki, o da Avropa çempionatının 2 qat bürünc medalçısıdır və Özbəkistan iştirakçısı 27,850 balla qiymətləndirilir. Qeyd etdiyim kimi təxminə də çox istedadlı və dəfələrlə beynəlxalq turnirlərdən mükafat qazanmış gimnastlardandır. Ölkəmizdə də qeyd etdiyim kimi bədii gimnastika üzrə 20 miqyaslı turnirlərdə iştirak edib, medal qazanıb. İndi isə Norvegiyadan Jul Moller Josefina güclə çıxış üçün xalça üzərindədir. Bəli, Vera, daha düzü Norvegiya iştirakçısı Josefina çıxışını bitirdi. Safiya 27,900 balla qiymətləndirildi. Əslində Safiyadan daha yaxşı nəticə təbii ki gözləmək mümkündür.
Əminəm ki, digər alətlərdə daha yüksək bal toplayacaq. Çünki onun üçün bu nəticə aşağı sayılır deyə düşünürəm. İndi isə Macarıstan iştirakçısı Yelena lentlə çıxış üçün xalça üzərindədir. Bəli, hal-hazırda biz Yelena'nın Macarıstan iştirakçısını lentlə çıxışını da izlədik və Josefina isə 21,700 balla qiymətləndirildi. Və artıq bu qrupda, D qrupunda 19-cu çıxışı biz gözləyirik. Vera isə 26,500 balla qiymətləndirildi. İndi isə qeyd etdiyim kimi artıq 19-cu çıxışdır və sonra artıq alət dəyişimi baş verəcək. Ənənəvi olaraq Margarita, Kolosov Margarita, Almanya iştirakçısı, idmançısı, o da yetərincə təcrübəli gimnastı, müxtəlif iri miqyaslı turnirlərdə fəxri kürsü üzərinə qalxmağı bacarıb, həmçinin dünya çempionatının bürünc medal mükafatçısıdır. Qrupun iddialı və güclü idmançılarından biridir. Amma bu qrupda sanki bəzi gimnastlar var idi, hansı ki onlardan daha yüksək nəticə gözləmək olardı. Tam o nəticəni əldə edə bilmədilər, amma hər bir halda bu bir alətlə çıxış nəticəsidir. Ola bilər ki, digər alətlərdə daha yüksək çıxışlar görək, qiymətlər görək. Favorit idmançılardan. İndi isə Margaritanın biz hələ ki lentlə çıxışını izləyirik.
Kolosov Margarita Almanya idmançısı çıxışından çox razı bir şəkildə xalçanı tərk edir və Macarıstan iştirakçısı Yelena 24 tahmində 450 balla qiymətləndirilir. Səhv etmirəmsə, ümumi nəticəyə əsasən gimnast 72-ci yerdədir, yəni bütün qrupların cəmi olaraq. Yalnız öz qrupun nəticələri təbii ki, hesablanmır, əvvəldə də qeyd etdim onu. Sadəcə gimnastlar 4 qrup şəklində A, B, C, D olaraq çıxış edirlər, amma finala çıxmaq üçün nəticələr 4 qrupun qiymətləndirməsinə əsasən hesablanır. Ən güclülər qeyd etdiyi kimi finala çıxır və hələ ki siz Margaritanın lentlə çıxışından təkrarları görürsünüz. Dinamik bir çıxış gimnast sərgilədi ümumi götürdükdə və indi isə artıq qeyd etdiyim kimi bu 19-cu çıxış D qrupunda və alət dəyişimi baş verəcək. Məsəl üçün, Margarita artıq güclə çıxış edəcək. Və bu isə deməkdir ki, xalçaya az sonra Rumıniya iştirakçısı Next on the floor, Bianca Rautu, Romania. Bianca Rautu dəvət olundu. Bu dəfə artıq güclə deyil, lentlə çıxış üçün. Güclə çıxış 25 tahmində 150 ballı qiymətləndirilmişdi. Görək, lentlə necə bir çıxış sərgiləyəcək gimnast. Adios, adios. I'm sorry for quickly jumping into the train. I waited, but no one came. You were just too near. That decision is mine. That decision is mine. So let the lesson be mine. Let the lesson be mine. That decision is mine. That decision is mine. 'Cause the vision is mine. That vision is mine. After all, I should have no regrets. For if it wasn't for my mistakes I made yesterday, where would I be by now? That decision was mine. That decision was mine. So let the lesson be mine. Let the lesson be mine. That decision was hard. That decision was hard. But the vision is mine. That vision is mine. That decision is mine. The lesson be mine. The vision is mine. The decision is mine. The lesson be mine. The vision is mine. Rautu Bianca lentlə çıxışını bitirdi və Kolosov Margarita 24 tahmində 250 balla qiymətləndirildi və bu da yaxşı bir nəticə də deyə bilmərik təbii ki. Amma ən yüksək nəticəni səhv etmirəmsə gimnast elə çətinliyə görə almışdı. Sadəcə icrada görünür aşağı qiymət aldığına görə yüksək bir nəticə əldə edə bilmədi. İndi isə Yunanistan təmsilçisi Maria bu dəfə gürzlə çıxışını sərgiləyir.
Bəli, Yunanistan iştirakçısı Maria güclə çıxışını da bitirdi. Bianca isə 23,800 balla qiymətləndirildi. Bəli, bu çıxışı digər çıxışına nəzərən daha aşağı nəticələndi. Və Türkiyə iştirakçısı Emir Hatice Gökçe bu dəfə lentlə çıxış üçün dəvət olunur xalçaya. Türkiyə iştirakçısı Gökçe lentlə çıxışını bitirdi. Məncə amma güclə çıxışı daha dinamik, daha ritmik, daha uğurlu alınmışdı. Sanki gimnast. Amma yox, onda da qeyd etmişdim ki, gimnast sanki biraz xalçada ruhsuzdur, həvəssizdir və artistizmi xüsusilə aşağı idi. Amma hər bir halda tam gimnast çıxışını əlindən gələn edərək yekunlaşdırdı. İndi isə digər Yunanistan iştirakçısı Litra Panagiota maraqlı geyim seçimində, bilmirəm niyəsə Yaponiya xatırlatdı geyimi mənə. Görə necə bir çıxış sərgiləyəcək. Bəli, Panagiota da çıxışı bitirdi. Əvvəldə də qeyd etdiyim kimi geyimi baxan kimi dərhal bu havanı ötürür gimnast. Musiqi seçimi də geyimlə tam uyğun idi. Amma çıxışı sanki musiqi ilə tam belə deyim, vəhdət təşkil etmirdi. Daha dinamik bir çıxış gözləmək olardı gimnastdan.
İndi isə Gökçə 25 tahmində 200 balla qiymətləndirildi. Siz bu gördüyünüz çıxışlar eyni zamanda sonda çox növçülükdə 4 ailətin cəmində də hesablanacaq və ona uyğun da ayrıca mükafatlandırılma olacaq. İndi isə Samira Cəhəngirova, Qırğızistan iştirakçısı güclə çıxışını nümayiş etdirəcək. İndi ekrandan da gördüyünüz kimi kiçik bir isinmə hərəkətləri edir. Çıxış öncəsi gimnast. Özünü tamamilə toparladıqdan sonra artıq xalçaya dəvət olunacaq və siz onun xalçadan güclə çıxışının şahidi olacaqsınız. Və Samiradan sonra isə Yaponiya təmsilçisi Okada Kaye dəvət olunacaq xalçaya. Please welcome Jahangirova Samira, Kyrgyzstan. Gəlin gimnastın çıxışını izləyək. Qırğızistan idmançısı Samira bu dəfə güclə çıxışını bitirdi. Gimnast sona qədər o üzümdəki gülümsəməni belə deyim davam etdirir və bu da çox gözəl görsənir səhnədə təbii ki. 25 tahmində 600 balla isə Yunanistan iştirakçısı qiymətləndirildi. İndi isə Yaponiya təmsilçisi Okada Kaye xalçadadır. Alle stelle e un passo sfiorava l'arena, entrava in la fragrante odore di bacio, languide carezze, Lorenzo Desa, muoio disperato.
Qayım Lentlə çıxışını izlədik. Gimnast ciddi gözlə görünən səhvlərə yol vermədi. Amma təbii ki, çətinlik baxımından çətin bir çıxışdı deyə bilmərik. Samira isə 22,50 balla qiymətləndirildi. Və Suriya təmsilçisi İlhayat Talya xalça üzərindədir. İlhayat Talya Suriya iştirakçısı güclə çıxışını bitirdi. Gimnast maraqlıdır ki, xalçada maksimum emosiya ilə çıxış edib. Tamamilə yəni fokus olur çıxışına və sifət, belə deyim, mimikalarından da bunu görmək olar ki, necə ürəklə çıxış edir. Və əlindən gələni xalça üzərində nümayiş etdirdi gimnast. İndi isə Harnaska Alina qeyd etdiyim kimi qrupun, ümumiyyətlə turnirin ən iddialı güclü gimnastlarından, daha düzü ondan öncə Finlandiya iştirakçısı Kalliolila lentlə çıxış üçün xalçadadır. Ondan sonra isə Alina çıxış edəcək. Liya çıxışını bitirdim. Finlandiya iştirakçısı Kalliolila, elə onun da hərəkətli gəlmişkən elementlərinin birində Safiya Rafaelinin elementini görmək mümkün idi. Və Kaya isə 23,100 balla qiymətləndirildi.
Və Taliya isə, Suriya iştirakçısı isə 19,400 balla qiymətləndirilib. Gördüyünüz kimi, çətinliyə görə, icraya görə, artistizmə görə və ümumi cərimə olduqda cərimə halı da qeydə alınır. 4 kateqoriyaya görə gimnastlar qiymətləndirilir. İndi isə elə bayaq qeyd etdiyim kimi Harnasko Alina ayın təmsilçisi, Belarus iştirakçısı. Lentlə çıxışı möhtəşəm idi, amma görək güclə necə çıxış edəcək gimnast. Bəli, indi isə siz Alinanın çıxışını izlədiniz. Əslində çox yaxşı başlamışdı gimnast, amma sanki sonda bir qarşılıq yaşadı və aləti az qala itirəcəkdi gimnast, amma dərhal buna müdaxilə etdi və əlində saxlaya bildi. Gürzü və nəhayət bu dəfə Azərbaycan təmsilçisi Seyidzadə Kamilla lentlə çıxış üçün xalçaya dəvət olunur. Gürüzlər çıxışında Kamilla gözəl çıxış etmişdi. İnanırıq ki, lentlə çıxışı daha möhtəşəm alınacaq. Gimnastımıza uğurlar diləyirik. Kamilla gözəl bir sonluqla çıxışını yekunlaşdırdı. Xüsusilə geyimindəki o xarı bülbül detalı çox gözəl görsənir. Və əslində yaxşı bir çıxış idi. Kamillanın da çıxışlarında
biz çətin elementlərin şahidi dəflərinə oluruq. Alina isə 28 balla qiymətləndirildi Barbara Domingos from və Brazil. Camila nəticəsi az sonra bilinəcək. Ümid edir ki, yaxşı olar və Domingos Barbara, Braziliya təmsilçisi bugün geyimi ilə belə deyim, məncə ən zövqlü geyim ola bilər. Xüsusilə çox rəngli, pozitiv. Gəlin onun çıxışını izləyək. Domingos Barbara, bunun gimnastın öncəki çıxışı da çox rəngarəng idi, geyim seçimi də çox zövqlü idi. Həmçinin bu çıxışda çox dinamik, özünə məxsus və çətin elementlər də vardı. Xüsusilə orada diqqətli izlədikdə görmək olurdu. Çox zövqlü, dinamik, əyləncəli çıxış oldu və yadda qalan gimnastlardan biridir məncə Barbara və Braziliyadan gimnast. Lentlə çıxışında yaxşı bir nəticə əldə etmişdi əslində. İndi isə, hörmətli izləyicilər, artıq bizə ayrılan hissə yekunlaşdı, amma yarışlar davam edəcək və siz sabahdan etibarən yenidən İdman TV-nin efirində bu möhtəşəm bədii gimnastika yarışlarını canlı olaraq izləyə biləcəksiniz. Hələlik isə bizdən bugünə bu qədər. Şərhdə mən Həcər Vəliyeva idim. Yenidən görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın.